Bu sənə tanış gələcək, amma tibbi tərəfini bilirdinmi? Bəzən yatdığın yerdə bir neçə saniyəliyinə nəfəssiz qalırsan və qəfil yuxudan oyanırsan. Beynin sənə siqnal verir ki, mən oksigensiz qalmışam, oyan və nəfəs almağa başla, mənə oksigen ver. Bu durumun adı yuxu apnesi olaraq bilinir. Apne ümumiyyətlə tənəffüsün olmaması durumudur. Bunun əsasən təməlindəki səbəb tənəffüs yollarının ya daralması və yaxud da hər hansısa bir səbəbdən tənəffüs yollarında maneənin olmasıdır. Hansı maneə ola bilər? Məsələn, limfa düyünlərinin şişdiyi durumlarda və yaxud da burundakı burun ara kəsməsinin əyri olduğu durumlarda ola bilər. Amma daha çox bunun səbəbləri arasında ümumiyyətlə yaşa bağlı olur. Daha sonra artıq çəkili insanlarda bu çox tez-tez görülür, müşahidə olunur və artıq təhlükəlidir. Daha sonra müxtəlif hormonal pozğunluqlarda və əsasən ən çox da qalxanvari vəzin hormonal pozğunluqlarında müşahidə olunur. Hansı ki, bu zaman artıq qalxanvari vəzi genişləyir və tənəffüs yolunu sıxmağa başlayır, normal tənəffüsü pozur. Daha sonra bunun yaranma səbəblərində revmatik müxtəlif xəstəliklər ola bilər və siqaret, alkoqol qəbulu, bu iki zərərli maddənin qəbulu da bu prosesin yaranmasına səbəb olur. Əgər bu tez-tez təkrarlanarsa, oyandıqda baş ağrısı, yetəri qədər yatmama hissi, yorğunluq hiss edirsiniz və gecə boyu rahat şəkildə yatmadığınıza görə gün boyu bunun yorğunluğu canınızda olur. Bu əslində adi, həfif və alınacaq bir durum deyil. Əgər bu varsa, artıq müalicə olunmalıdır. Çünki uzun müddət davam etdikdə, yəni xroniki hala keçdikdə ürək-damar xəstəliklərinə gətirib çıxara bilər və həyat üçün təhlükəli ola bilər. İzlədiyiniz üçün təşəkkürlər.